Hoş gördük əziz izləyicilər. 12 iyun 2025-ci il. Bugün Azərbaycanın milli qəhrəmanı Allahverdi Bağırovun anım günüdür. Allahverdi Bağırov 1992-ci ildə Xocalı soyqırımı zamanı əsir və girov götürülmüş vətəndaşların əsir və girovluqdan azad olunmasında yaxından iştirak etmiş və 13 nəfər Xocalı əsir və girovlarının azad olunmasında yaxından iştirak etmişdir. Sağlam kalacaklar. O kadar arzuludur sizden kimse gören. Allah hamısına gəni rəhmət eləsin. Olsa bunların yeri. الرحيم اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات إلى روح المرحومين المغفورين المنبيين بحق سورة الشرافة الفاتحة الماسمة. بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. اللهم صل على محمد. Allah cümlesine rahmet eylesin. Evleri behişt olsun inşallah. Ben burada yatanları birbirinden ayırmağın əleyhinəyəm. Çünki bunun hamısı qəhrəman oğullardır. Mən həmişə demişəm ki, o adam əlinə silah alıb. Vətənin düşməninin üzərinə gedibdirsə, onun adam öldürməyini, adam yox, üzr istəyirəm, erməni öldürüb öldürməməyinlə asılı olmayaraq onun hamısı qəhrəmandır. Çünki əgər insan rahat həyatını, evini, eşiyini, ailəsini qoyub, əlinə silah alırsa, bunun hamısı qəhrəmandır. O ki qaldı Allahverdinin kimliyi demək olar ki, hamıya məlumdur. Mən Allahverdi'nin döyüşte bir yerde olmadım. Çünkü batalyonu yaradandan sonra ben gittim Şirin Mirzəyevin yanına. Yani döyüşte bu yoldaşlarla ben iştirak eləməmişəm. Ben gedəndə hələ biz döyüşe girmemiştik. Allahverdi'nin o döyüşe girmeyi, yani belə götürək ki 92. yıl Mart'ın birindən sonra ki biz başladıq o zadı yaratmağa, o 845'i. Ondan əvvəl Allahverdi elə neçə il idi ki döyüşdeydi. Kardeş Eldar Bağırov'un. Bəli, Allahverdi də döyüşdeydi, Nizami Həkim də döyüşdeydi, rəhmətli Eldar da döyüşdeydi. Bunların hamısı qəlbində, ürəyində vətən məhəbbəti olan adamlardır. Heç qətiyyən mən onların şəhid olmasına pis olmayan vicdanım haqqı. Böyük qəhrəmanlıqdır, böyük addır, böyük sandır. Elə o bu yolda ölməyin özü dünyada en uzun ömürdür, en hoş ömürdür. Allah hamısına rəhmət eləsin. Allahverdinin də ki nə qədər Azərbaycan türkünü, erməninin yağının əlindən aldığı mən hesab edirəm ki burada cavan uşaq yoxdur, o bilməyər. Hamımızın gözünün qabağındadır. Məsələn dəfələrlə mən olur, gəl ora, mənim maşınımda benzin var. Bir nəfərdən ötürü bir neçə dəfə gedib gəlirdi. 5-dən, 10-dan, 50-sindən. Bir dəfə yadımdadır. Xocalının bu qazançıda olan meyitlərini cəbhə uşaqları göndərdilər. Bir samasval zilə getdilər, yığdılar, gətirdilər. Hələ 1 saat, yarım 2 saatda cəbhənin yanında durdu. Ondan sonra apardılar. Ölüdən belə Ağdamın uşaqları, xüsusən cavanlar da işi onlar görürdülər. Ölüdən belə yığıb maşınlara aparıb erməniyə verib ki, bunun laf bir yaralı da olsa, xəstə də olsa, yarımcan da olsa bir Azərbaycan türkünü erməninin əlindən alaq. Bunun da mən Azərbaycan ərazisində Allahverdi'dən çox iş görən ayrı bir adam tanımıram. Kiminsə varsa desin ki bildə filan. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Ruhu şad olsun. Ömrünün axırına kimi də Allahverdi o yolda çalıştı. Allah hamısına rəhmət eləsin. Düğünleri komandanın buraya uçmuşuq. Düğün komandanın meniyat düşdüyü gündür. Ona göre de gelmişik. Komandanımızı ziyaret eləyək. Allah bütün şəhidlərimizə rəhmət eləsin. İstedi indi gedəyin komandiri ziyarət eləyəyin.
Yaxşı Bir oldu. dəqiqə Ha. gözləyin, bir dəqiqə. Qardaşlar, burada yatanın hamısı bir qəhrəmandır. Hamısı qəhrəmandır. Ancaq bir iş var ki, düşmən torpaqlarımızın başının üzərinə alanda, torpaqlarımızın başının üzərinə qara bulutlar alanda hansısa, bütün ahali hansısa igid oğlanların ətrafında toplaşır. Bu məzarlıqda yatanların hamısı Ağdamın bir neçə qəhrəman oğlunun ətrafında toplaşır. Əsas Allahverdi Bağırov olub, Ala Yaqubov olub, Cəfər olub, Şirin Mirzəyov olub, Freydasov olub. Bu cür qəhrəmanların ətrafında toplaşıblar. Və bu qəhrəman oğulların arxasınca gediblər, ona etibar eləyiblər, şərəfli bir ömür yaşayıblar. Hələ hamımız bilirik ki, heç bu erməni-müsəlman haqq hesabı, bu müharibələr, erməninin bu təcavüzü olmamışdan da qabaq Allah verdi qeyrəti ilə, namusu ilə, düzlüyü ilə, zəifin yanında olmağı ilə seçilibdir, həmişə seçilibdir. Və ona görə də ilk əvvəl əksəriyyət onun ətrafında toplaşır. Allah bu o igidləri, adını çəkdiyimiz o igidlərin öhdəsinə çox böyük bir missiya qoyur. Mindən artıq Xocalıəsirin azad eləyən, minlərlə meydin, Xocalıların meydin almaq missiyası Allahverdinin çiyinləri üzərində düşüb. O missiyanı daşıyan oğlanın şərəfli bir ölüm missiyası da olub. Yəni o şərəfli həyat, şərəfli ölümlə nəticələnməli idi. Onlar pastel üçün, pasteldə ölmək üçün yaranmış insanlar öldü. Allah o missiyanı ki onların üzərinə qoyub, onların boynuna da şərəfli bir ölüm qoyub. O şərəfli ölüm ki, o ölüm cənnətdə onların yeri Peyğəmbər qucağıdır. Ən cənnəti alidir onların yeri. Mən Allah çox təəssüf eləyirəm ki, bizlər şəhid olmadıq. Onlar şəhid oldu. Onlar çox şərəfli bir ölüm qismət elədi Allah ki, o ölüm ki, onlar bizə qismət oldu. Allah cümləsinə rəhmət eləsin. Allah onların hamısını cənnət-i alidə eləsin. 2020-ci ildə Bakıda yoldaşların köməkliyi ilə tədbir keçirildi. Anım günündə Allahverdinin. Mən Allahverdinin üstünə baxanda onun büstü o qədər zəhimli görsənirdi insana. O büstün gözlərinə baxmaq çox çətin idi. Mən o vaxtda sözümü demişdim. Demişdim komandir, biz silahı deyə bilmirik ki, komandir ruhun şad olsun. Çünki günü bizə deyərdin ki, axı mənim torpaqlarım 2 saata aldığım torpaqlar bu saat düşman ayağının altındadır. Nətər mənim ruhum şad ola bilər? O sözü sanki o bizə deyirdi. Şükür büyük günümüzə komandir. Mən o vaxtı arzuladım və öz sözlərimi də demişdim ki, komandir, ölməyim, sağ qalım, heç olmada bircə gün olsa sənin qəbrini ziyarət edə bilim. Mən şükür büyük günümüzə. Gəlib komandir, mən qəbrini ziyarət edirəm. Buyur Şahbaz müəllim, buyur. Biz bəli, bu günlərim komandirimizin Allahverdinin şəhid olduğu günü qeyd edirik. Mən Allahverdi haqqında bircə kəlmə söz edəcəm. Çünki onu haqqında danışmamaq, onun o qəhrəmanlığı, igidliyi, ürəkliliyi haqqında danışmamaq heç vaxt bu şey gəlməz. Bir dəfə elə oldu ki, bu əsirləri almağa mənə də qismət oldu Allahverdindən getmək. Biz onda da gedirdik nədir, Xəzərin qəbrini almağa. Şairin nədir? Xəzərin oğlunu, gedirdik onu almağa. Elə oldu ki, hər iki tərəfdən atəşkəs oldu. Deməli, biz yanmışıq Əsgəranda, deməli, Allahverdi ilə Vitalik bizdən 10 metr qabağa, o da 10 metr qabağa yanmışıq. Belə 5 nəfər bizik, 11 nəfər də Vitalikin adam vardı, hamısı da silahlı. Amma biz silahsız getmişdik. Tapanca vardı ki, mən avtomatı bizə qoymur da götürməyə. Deməli, orada elə oldu ki, nəysə də biz tərəfdən bir də top atıldı. Top atılanda erməni hamısı şək hamısı verdi ağzına. Verən kimi, hər oğul işi veriyor söz deyə. Allahverdi belə bir adım qatda bağa, 50 düz kəsib Vitalikin çənəsinə. Də bu küçüklərini, avtomatlarını yığışsınlar. Düşmənin içində o söz demək, hər oğlun işi deyil. Düşmənin içində zarafat ödəyəcək, yenə düz çənəsini bağlayacaq. Yenə küçüklərini, avtomatları yığışsınlar. İndi belə bir qəhrəman oğlanın, belə bir
vətən oğlunun Allah Teala ona bu ölümü, bu şəhidliyi qismət elədi. Onun adına layiqdir bu şəhidlik. Bəli. Bizə olmadı. Bizə olmadı. Allah rəhmət eləsin. Allah iki yaxınlarına səbir versin. Deməli, bütün 845-in döyüşçüləri, uzaqdan gələn qardaşlarımız bizlə bir yerdə çiyin-çiyinə 82 gün Aran Zəmin, Pire Camal, Naxçıvanivdə biz orada nə qədər şəhidlər verdik. Elə birinci şəhidimiz bizim Nizami Həkim oldu, bəylər oldu. Allah rəhmət eləsin. Nə qədər də qardaşlarımız Rızagil buradadır, onlar da yaralandılar. Muxtar Həkimdir. Ya onlar o sonradan onlar Çingiz Mustafayev idi, Muxtar Həkim idi, Gültəkin idi. Onlar sonradan şəhid oldular. Allah hamısına rəhmət eləsin. Amin. Biz bu günləri komandirimizin haqqında çox şeylər bilirik. Deməli, Eldar Bağırov 88-ci ildə Ağdamda gizli təşkilat yaratdı ermənilərə qarşı. Həmən təşkilatın üzvlərindən də burada nə qədər adam var. Biz onda erməni kətlərinə, qarşı kətlərə gedirdik. Onlar bir dənə gürlə atanda biz gedirdik, beşin atırdıq, tapançamız vardı. Bir dənə avtomatımız vardı. Qoşəlilərdir, təhlillərdir. Bunlarla bütün o ətraf kəndlərə hardakı erməni bir gürlə atırdı. Biz gecə ilə, səhərsi gün gedirdik ora. Bir dənə güllə ilə 5 dənə yerdən qaça-qaça oradan buradan atırdıqca erməni bilsin ki bizim silahımız var. Amma bizim silahımız yox idi. Ağdam cəmaatı görürsünüz də bu. Buna bax, bu Xarabazarı. Ağdam cəmaatı durdu. 5 il durdu. 88-dən 93-cü ilin iyunun 23-nə kimi durdu. Onunla bərabər də qıraqdan gələn qardaşlar, şəhid olan Allah hamısına rəhmət eləsin. Amin. Nə qədər Azərbaycan oğulları burada şəhid oldu. Ağdam cəmaatından əlavə də Ağdamda bir yəqin ki bir 15 minə yaxın Ağdam 6500 şəhidindən əlavə başqa yerdən gələn şəhidlərimiz, Xocalı şəhidləri də içində qaçıqlar nə qədər 15 mindən artıq şəhid verdi. Yəni Ağdamda verildi. Allah hamısının ruhunu şad eləsin. Xeyir olsun. Mən 21 kitabımın demək olar ki, elə hamısı Ağdama, Ağdamlılara, Ağdamın qəhrəmanlarına, şəhidlərinə, qazilərinə həsr olunub. Allah hamısına rəhmət eləsin. Düzdür, heç bir fərq qoymuruq və çalışmışam ki, nə qədər gücüm, imkanım çatır. Yazım, amma bildiyiniz kimi bir adamın gücü daxilində deyil də 6000 şəhid haqqında, elə ondan da artıq qazilər haqqında yazmaq. Bacardığım qədər yazmışam, halal xoşları olsun və bizim borcumuzdur. Və həmişə deyirəm, əli qələm tutan hər bir kəs yazmalıdır o tarixləri gələcək nəsillər üçün. Allah verdi, mən 5 yaşımdan tanıyırdım Allah verdiğindən də burada tanıyanlar bilir. Atam İmarət stadionda işləyirdi, Allah verdi, ildə futbol. Mən komanda ilə futbola gedəndə rəhmətli Eldar oynamırdı hələ. 5 yaşım vardı, Eldarın 14 yaşı vardı, 13 yaşı vardı, hələ komandada döldü. Yəni o vaxtdan tanırım, çox belə səmimi, ünsiyyət, münasibət vardı aramızda. Allah verdi, bunu mübaliğəsiz deyirəm və sözümün üstündə durub sübut eləməyə də kifayət qədər faktlar var. Allah verdi, Bağırov Azərbaycan hərb tarixinin ən böyük şəxsiyyətlərindən, ən böyük sərkərdələrindən biridir. Allah verdi, Bağırov xırda bir, sadə bir misal çəkim. Yadınızda da Dilqəmlə Şahbaz əsir düşmüşdü ermənilərə. Bütün dünya qarışmışdı işə. BMT, nə bilim, Avropa Şurası, nə bilim, neçə il alanmədilər. Bütün dünyanın neçə ilə 2 nəfər üçün eləyə bilmədiyi işi Allah verdi 5-10 günə elədi. 1000 nəfərdən Mindən artıq 1003 nəfər. şəhidləri, əsirləri aldı, gətirdi və özlə Şahbaz müəllim dediyi kimi belə dik getdi erməninin içinə, tək başına sözün dedi, qayıtdı və aldı, gətirdi. Allah verdi, rəhmət etsin. Allah verdi qəhrəmanlıqların, hələ müharibədən qabaqki da o getdiklərin, mərdliklərin, qəhrəmanlıqların deməklə, saymaqla, sadalamaqla tutaran deyil. Allah cəmi şəhidlərimizə rəhmət etsin. O cümlədən Allah verdiyə Eldara, digər qəhrəmanlarımıza, Məsələ komandirlərimizə. burasındadır ki, üzr istəyirəm. O əli silahlı ermənilər var. Onlar hələ 88, 89, 90, 91, 92-ci illərdə də Allah verdən qorxurdu. Vicdanım haqqı, Vitalikin o alçağın gördüyü işin çoxunu qorxusundan görüb. Onun qəlbində hələ heç bu hadisələr başlamamış bir Allah verdi xofu vardı. Həmişə də Allah verdi onunla Allahın ermənisi, Allahın ermənisi.
Ama bir defa Allah verdiye öyle bir şey cevabını qaytardığını ben görmedim. Görüldü, neçə dəfə şahid olmuşam. Allah verdi bilirik də hamımızda. Biraz da elə nə gəldi ürəyində saxlamazdı. Dəhin idi, söyüşçül idi. Dəl onu dildə də. Neçə dəfə radişada yanında erməniyə belə pis söyüşdə birinin duxu çatmayıb ki, cavab qaytara. Deyirdilər ki, ara Allah verdi, yekə kişisən, söyüncə eləmə. Birinin duxu çatmazdı cavab qaytara. Erməni, Allah qoy bunu deməsəm rəhmət gəlir. Çünki Allah Eldarına rəhmət eləsin. Amin. Eldarın da çox işlər görüb Eldarın. Eldarın bir dənə epizod şey olub bizimlə bərabər. Onu sizə deyəcəm. Allah'a and olsun, əməliyyata getmişik. Əməliyyata getmişik. Eldarla qaçına cebinizə pul qoyun. Dedim niyə? Oradan yemişim öyle. Dedi yox ey. Onlar şəhid olar. Qoy o erməni görsün cebimizdə pul var bizim. Adam həmsə cebində pul var. Allah'a and olsun bak. Değerli dostlar, Allah verdi Bağırov hakkında çok söz demək olar, çok konuşmaq olar, sözler bile yetmez. Ama ben kısaca olarak bir şey demək istəyirəm. Bu vətən torpağı uğrunda canından keçən bütün şəhidlərə Allah rəhmət eləsin deyə, yerləri cənnət olsun deyə. Ne yaxşı ki bu qəhrəmanlarımız var imiş. Biz bugün bak beləcə asudə şəkildə torpaqlarımız üzərində gəzə bilirik. Bir daha Allah rəhmət eləsin şəhidlərimizə. Bir nəfərdən bizim qərargah rəisimiz, iş batalyon qurucularından biri. Allah verdi Bağırovla axırıncı görüşümüz 12 iyunda biz çağırdılar. Onda Sürət Hüseynov, rəhmətli komandir korpusudur. Gözüm əmri həmin günü gəldi. Gəldik, kəndləri alandan sonra bir camalda dəyirmanın yanında oğlu Rabitə rəisi Elşən Bağırov. Onun da ikimiz yan yanadır, rəhmətli. Dedi, mən düşürəm aşağı, cəmaatı sevindirim. Kim? 2 saatdan sonra Allah versin həlak olma xəbəri. Buradakı duran uşaqlar, döyüşçülər hamısı mən Nəsə bir şey demə. SSR silahlı qüvvələrindən öz əskərlərindən olan Murov Qartalı, Raqif Orucov, Şakir Muradın yanında onlarla bir yerdə yetim cinniyə gəlmişdik. Ondan sonra batalyonun yarandığı günlər Allah verdi Bağırov bizi çağırdı. Biz orada xidmət eləməyə başladıq. Əhməd o biraz Burada duran uşaqları yenə deyirəm ki, Allah onların qalıblar, mən onları canlı şəhid sayıram. Çünki onlar həqiqətən 845 nömrə hərbi hissənin şəxsi heyəti orada Azərbaycandan seçilmiş oğlanlardı. Ağdamdan, Balakən Qartalları, Sabirabad uşaqları vardı, şəhid olanlar birinci döyüşdə. Elzullah, Quba uşaqları, Ağdaş uşaqları, Əmir Müəyyəngil var idi orada, Qoca vardı rəhmətli. Abdullah müəllim, Allah rəhmət eləsin. Yəni ki, bugünkündə heç kəsi biz yaddan çıxartmırıq. Mən heç vaxt yaddan çıxartmamışam, hamını tanıyıram. Allah komandirimizə qəni-qəni, onun timsalında bütün şəhidlərə rəhmət eləsin. Allah hamınızdan razı olsun. Sağ olun ki varsınız, sağ olun ki unutmursunuz, sağ olun ki yad edirsiniz, ziyarətə gəlirsiniz. Allah sizin hamınıza sağlam ömür versin. Nə qədər ki biz varıq, bu tarixi yaşamışıq və yaşadacağıq. Allah hamınızdan razı olsun. Nə qədər ki Azərbaycan var, qəhrəmanlarımız yaşayacaq. Rahmanirrahim. والشمس وضحاها والقمر إذا تلاها والنهار إذا جلاها والليل إذا يغشاها والسماء وما بناها والأرض وما طحاها ونفس وما سواها فألهمها فجورها وتقواها قد أفلح من زكاها وقد خاب من دساها كذبت ثمود بتقواها إذ انبعث أشقاها فقال لهم رسول الله ناقة الله وسقياها فكذبوه فقروها فدمدم إليهم ربهم بذنبهم فسواها ولا يخاف عقباها صدق الله العلي العظيم صدق وبلغ رسوله النبي الكريم ونحن على ذلك من الشاهدين والشاكرين والحمد لله رب العالمين اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات إلى روح المرحومين المغفورين المغلوبين
بحق سورة الشرافة الفاتحة بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم قل هو الله صمد لم يلد ولم يولد ولم يكن له Allah rahmetullah. Allah komandörümüze rahmet eylesin. Yani rahmet eylesin. Ne kadar Azerbaycan var, ne kadar Azerbaycan halkı var. Komandir yaşayacak. Ne kadar Azerbaycan var. Gelin ağaç, gelin, gelin. Onun adına efsaneler koşulacak inşallah. Kahramanlar unutulmur. Onlar vatan torpağında açmış çiçeklerdir. Allah cümlesine rahmet eylesin. Ahmet bizim emirde bir yerde şehit oldu. Hamsını Yani onu da bir tane buradan Allah rahmet eylesin. Allah rahmet eylesin. وآل محمد أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد اللهم صل على محمد وآل Muhammed İlâ rahmetillah. Uca yaradan merhum şehidimiz, milli qəhrəmanlığı olan Allah Veli Temiroğlu'na ve bütün şehitlerimize rahmet eylesin. Allah qazilərimizə şifa, igid döyüşçülərimizə can sağ uzun ömrət eylesin. Allah ölkə rəhbərini, cənab prezidenti, xalqımızı, millətimizi hifz eləsin, Allah qorusun. Allah bu gözəl bayrağımızı daim olaraq zirvələrdən dağlamasın. Amin, amin ya Rabbel alemin. Allahümme salli ala Muhammedin ve ali Muhammed. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم سبح اسم ربك الأعلى الذي خلق فسوى والذي قدر فهدى والذي أخرج المرعى فجعله ساء أحضى سنبرئك فلا تنسى إلا ما شاء الله إنه يعلم الجهر وما يخفى وَنُيَسِّرُكَ لِلْيُسْرَ وَذَكِّرِ النَّفَاتِ الذِّكْرَى سَيَذَّكَّرُ مَنْ يَخْشَى وَيَتَجَنَّبُهَا الْأَشْقَى الَّذِي يَصْلَى النَّارَ الْكُبْرَى ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَى قد أفلح من تزكى وذكر اسم ربه فصلى بل تؤثرون الحياة الدنيا والآخرة خير وأبقى إن هذا لفي الصحف الأولى صحف إبراهيم وموسى سبحان ربك رب العزة عما يصفون وسلام على المرسلين والحمد لله رب العالمين آمين آمين يا رب العالمين
آمين اللهم بلغ وأوص الصواب لا قد قرانا من كتابك المجيد بلغون نقبل المال هذا الشهيد وجم شهداء وطن وبحق حرمة سورة الفاتحة الصلوات اللهم صل على محمد وآل محمد أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد اللهم صل على محمد Ruhlar şad olsun, yerler cennet mekan olsun. Dünen ne hoş cümleye de kısmet olur. 21 yaşımda Kamanıyla Çinçin'e dövüşmek ve o minya düşende Rövşen bizi köməyə çağırması, onun maşına koyup aparılması, zəng çalması da mən ve bir neçə yoluşda aparmışım. Kardeşler eləmişəm. Her bir zabitə, her bir komandır nəsib olmur. Yani onu bacarmır ki, atabala döyüşdə iştirak edəsən. Bu çok çətin bir şeydir. Evladınla gedəsən, düşmənə qarşı döyüşəsən. Allah verdi Bağırovla Elşən, bizim mayor rütbəli olan leytenant idi. Zabitimiz Çin-Çin'e döyüşür. Allah verdi, şehit oldu. Apardık koyduk, sen çalımızda Batsev var sevresi. Orada apardım koydum oraya maşınla. Biz bu kişini dövüşten aşağı sala bilmirdik. Bu dövüşten yenmirdi aşağı. Allah verdi doğan bir güneşti. Allah verdi el çatmaz bir zirvədir. Onun hakkında ne kadar yazılsa azdı kişiler. İnanın. Bu bizim qeyrət simvolumuzdur. Bu ailə, bu nəsil, nəcabət kitab açılmalıdır. Poema yazı, bunlardan öyrənilməlidir. Öyrənilməli çox şey var. Başın həmişə ucadır. Ruhu şad olsun komandanımızın. Şükür bu qələbəmizə, şükür bu ziyarətə. Biz ondan öyrəndik döyüşməyi, qəhrəmanlığı, kişiliyi, milləti, vətəni, torpağı sevməyi. Ruhu şad olsun. Ne yaxşı sizlər varsınız. 92-də rəhmətli Allah verdi Bağırov, Əmir, rəhmətli Kürt bəylər və Nizami Şükürov həmin günü şəhid olan günüdür. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu günü Balakən qartallarından şəhid olan oldu. Səbrabad sağ. Ayın 14-də. 14-də. Allah hamısına bağışlar üzr fikrimdən çıxır. Amma həmin günü şəhid olan vaxtı Yahya biz ilk dəfə getdik o hadisə yerinə. Baxış keçirəndə baxış keçmirdi. Daha doğrusu mina açmışdı üstünə. Yəni bunları qaldırıb mən çəkdim bir gün məsələ. Rövşən Baysoğlu yürə gəldi maşının qabağına için. Daim qalıb maşınla. Biz yürüdük ki orada da 3 nəfər də var. Maşının altında bu maşın tənardadır. Ona güllə də dəymir. Ancaq maşın körüb güllə də Alnın burasından bir dənə maşın Əmir bir tərəfə qərb aparır. Amma zaten bir yerində güllə yoxdur, yarası yoxdur. Ancaq maşın çönüb, arkasında kurama düşmüş. Bədən istəyir də, əllərini atanda... Onda da o yadımdadır ki, bunu çıxardandan sonra da götürdü, tapançasını götürdü üstüne, dedi ki, bax tapançası məndədir. O dəqiq yadımdadır. Ondan sonra götürdü, könərini sonra Cahidin maşınlarından qorudu. Qoyduq, kimi getdi. Ondan sonra o geldi Mikail'le. Mikail'le geldi dedi, dedim böyle. Bu maşını fırlayıp çıkardı, bunlar maşını oturanda bunlar maşını düşündü. İnce var onlarda rahmet eylesin. Yeri cennet olsun. Allah razı olsun. Bu vaxtı qardaş bizim qərargah rəisi kapitan Əhmədov yəni bu özü azdan qısa informasiyaları qorucu Şakirdir. Onları Orta Asiyada xidmətdən gətirib. Əməliyyat qurtardı da, faşisti qurtardı, şəhid olanlar vardı. Allah verdi rəhmətlik. Erkənlə mən bir yerdeydim burada. Bir zamanlı dəyirmanın yanıydı. Dedi şəhidlərimiz var, həm də ki cəmaat gözləyir, mən qayıdıram dalar, gedib dəyib qayıdacam sana. Erkən dedi ata mən də gedim. Dedi yox sən qal. O dedim mən dedim. O dedi yer gedək, dedi yox ata mən qalıram. Gələcək rəis. Həmin günü bir 2 saatdan sonra
uşaqlar ha yayıldı, düzü inanmadıq. Ondan sonra Şakir, Hacıoğlu Şakir. Şakir idi. Şakir gəldilər, dedilər ki, komandir şəhid. Ondan sonra da biz döyüşə görə çıxa bilmədik. Ondan sonra mən 3 yaşda da bisikletə Allah qəni-qəni rəhmət eləsin. Mənim üçün həmişə o simvol, qəhrəmanlıq simvol. Allah qalanların da canı sağ eləsin. Allah kömək etsin. Sən də canın sağ olsun. Amin. Səziyə çəkmirsən də bu sahədə işıqlandırırsan bunu. Sən Allah köməyin olsun, Allah səndən razı olsun. Çox sağ ol. Bütün şəhidlərimizə rəhmət eləsin. Amin. 100 ildə bir dənə işte olan gəldi.